Salam. Bugünkü dərsimizdə təmirlə əlaqədar deyil, anakartların platformaları haqqında məlumat verəcəyəm. Platformaların reviziyaları, daha sonra platformaların kodları və Plutara görə belə deyək, platformalara görə sxemaların, yəni blok diaqramların Google'dan axtarmasını göstərəcəyəm. Və qeyd edim ki, bu haqda mənə çox suallar verilirdi. Yəni anakart sxemlərini hansı saytdan və müəyyən bir saytdan mı indirirsiniz, yoxsa adi Google axtarış sistemindən birbaşa axtarırsınız? Buna görə də qərara gəldim ki, bunu ətraflı şəkildə sizə izah edim. Gördüyünüz kimi bu anakart HP anakartıdır. Hal-hazırda kimi əlimdə olan anakart Quanta platformasının, yəni Quanta şirkətinin istehsal etdiyi platformadır. Bunu hardan bilmək mümkündür? Qeyd edeyim ki, belə deyək ki, artıq mütəxəssislər avtomatik olaraq, yəni bu işlə tam daim məşğul olanlar avtomatik olaraq Plutanın belə deyək ilk kodundan müəyyən edə bilir ki, platforma nədir, reviziyası nədir və s. belə deyək. Ətraflı məlumat, yəni belə deyək, baxdığın zaman ətraflı məlumatı müəyyən etmək olur. Qeyd edim ki, bu belə deyək, sadəcə xarab bir platadır. Chipset və ekran kartı çıxardılıb. Quanta olmasını hardan bilmək mümkündür? Gördüyünüz kimi burada Quantalarda bu formada bir kod olur. DA 0 R13M B6Y1 Revizya Y. Reviziyanın bəzən əsasən BIOS yazılmalarda lazım olur, amma əsasən sxemini, bu platformanın sxemini axtarmaq üçün ilk öncə nə lazımdır? Çox sadə prinsipdir. Quantalar belə deyək, kodu uzun olsa da, yəni sxemi axtardığım zaman bu ümumi kodu yazmağa ehtiyac yoxdur. Başdan 3 rəqəmi götürürük və arxadan isə baxın burada gəlirik bura. Baxın bu 3 rəqəm olmayan formada və daha sonra axırdan da 5 rəqəmi. R13 bu platforma R13'dür. Zaten burada da klaviatura Shoke tərəfində də yazılıb. R13 bu Quanta platformasıdır. Yəni R13 platformasıdır. Yəni internetdə də sadəcə yazırsınız Quanta R13 Rusça sxema. Yəni əsasən mən Rusça axtarıram. Yəni Rus saytlarında daha çoxdur. Qeyd edim ki, anakartların sxemləri. Bu belə. İndi isə digər platformaya baxaq. Qeyd edim ki, bu Quanta'nın yaşıl rəngdə olan kartıdır. Mənim ən sevdiyim kartlardan biri ümumiyyətlə Quanta'dır. Əsasən də yaşıl. Bunlar çox keyfiyyətli olur. Həqiqətən belə də ki, dözümlü olur. Yüksək isti hərarətə çox dözür. Yəni əyilmələr olmur. Nəysə, burada da gördüyünüz kimi Quanta platformasıdır. Gördüyünüz, az öncə dediyim kimi 3 rəqəmi saymırıq. R76 əsasən burada götürülən R76. Digər 5 rəqəm də ehtiyac yoxdur bizə. Sxem axtardığımız zaman R76 yazdığımız zaman avtomatik olaraq reviziyasını özü bizə verəcəkdir. Hal-hazırda qeyd edim ki, mən Quanta platformalarını göstərirəm. Yeni anakartlardandır. HP 15 platformasıdır. Bu da eyni ilə Quanta platformasıdır və sxemi platforma U93 platformasıdır. Bəzən U93 olaraq da bəzən yazırlar. Düzdür, burada yazılmayıb. Yenə eyni qadı ilə buradakı 3 simvol saymırıq. U93. Daha sonra digər anakart, bu da eyni ilə Quanta'dır. Digərlərində DA0'dır, bunda isə DAB, LDD. Bəs burada necə tapılır? Burada artıq biraz fərqlidir. Baş tərəfdən 2 simvolu, hərfi seçmirik. Axtardığımız zaman da elə BLDD. Yəni D-ni yazmasaq da olar. Bu elə 3 rəqəmi götürəndə kifayət edir. Sxemi axtardığımız zaman Quanta BLD yazırıq və axtarış veririk. Digər
platformamız Fujitsu platformasıdır, anakartıdır. O da eyni ilə Quantadır. Burada ise gördüğünüz kimi eyni az önce gösterdiğim gibi burada 2 rəqəm var ve burada biz sadece buradaki 2 rəqəm değil, hərf var. 2 hərfi seçmirik ve burada FH5 sxemidir, Revizia C. Yani Google'da axtardığımız zaman elə FH5 olarak Quanta FH5 yazdığımız zaman avtomatik olarak sxem çıxacaqdır. Quanta platformalı haqqında məlumat bu qədər. İndi isə Compal platformasını sizə göstərim. Əlimdəki kart, anakart Compal'dır. Compal olduğunu hardan bilmək olar? Buradakı LA hərfindən artıq avtomatik belə deyək, mümkündür ki, bu artıq Compal anakartı. Qeyd edeyim ki, bu kartlar lehimləri daha tez əriyən olur. Yəni Quanta'ya baxdığım zaman daha tez əriyir. Və belə deyək, əyilmələr bu kartda daha çoxdur. Rənginin dəyişməsi, yəni belə deyək, hava, isti hava vurduğumuz zaman, daha çox qaldığınız zaman burada istər-istəməz biraz sarı rəngə çevrilir. Əsasən də kontrollerləri çıxartdığım zaman artıq belə deyək, biraz platanın rəngində dəyişiklik olur. Mənim sevmədiyim kartlardan biridir. Qeyd edim ki, bunlar əyilir. Hətta buradan chipseti və yaxud da ekran kartı çıxartdığınız zaman istər-istəməz ya içəri və yaxud da kölə doğru bükülmə olur. Neysə. Burada daha qeyd edim ki, kompallar daha rahat tapılandır. Yəni sxemləri daha boldur və rahat tapılır. Burada da bu kodlara ehtiyac yoxdur. Sadəcə burada LA orta xətt 7912P yazaraq sxemini rahatça tapmaq mümkündür. Yəni qeyd edim ki, burada tarix və reviziya elə də önəmli deyil. Daha sonra bir platamız var. Bu da eyni ilə Compal'dır. Compal'lar qeyd edim ki, rəngləri daim tünd mavi şəklində olur. Burada da axtardığım zaman buna ehtiyac yoxdur. Sadəcə La 6631P yazıb sxemanı axtara bilərsiniz. Qeyd edim ki, Compal'ların çoxu La ilə başlar. LA. Bu da eyni ilə Compal'dır. Platforması hardadır? Aha. Kameramız fokuslasın. Burada düzdür. Etiket bura düşüb. La 3551 Revizya 1A. Gördüğünüz kimi bunların rəngləri hamısı eynidir. Göy rəngdə olur. Bunun da platforması belə burada yazılıb. La 5511 11P. Bu ise yeni kartlardandır. Gördüğünüz gibi şiş bir karttır. Tek mikroprosesorlu olan. Burada da gördüğünüz gibi La B511P. Yani burada da eyni ilə axtardığınız zaman, yani burada əsasən bunlar lazım değil. Sadece bakın burada görünən əsas La'dan sonra kod, yani La'da daxil olmaqla, LA daxil olmaqla digər kodlar da yazıb. Reviziya ehtiyac yoxdur. Sadece o formada beləcə blok diaqramını internetdən rahat şəkildə endirə bilərsiniz. Qeyd edim ki, sadəcə bu iki modeli tanıtdım. İnşallah növbəti dərsimizdə Inventec, Pegatron, daha sonra Sony'lərin MBX Quanta platformalar hakkında məlumat verəcəyim. Onların sxemini tapmaqda. Sonra Winstron var. Onlardan məlumat verəcəyim. Belə, inşallah dərsimiz yeni başlayanlar üçün yararlı olacaqdır. Növbəti dərsimizdə görüşərik. Sağ olun. Özünüzə yaxşı baxın. İndi isə mən Google'da az önce göstərdiyim Quanta və Compal platformaların sxemini axtarmağı göstərim. Əlimdə ilk öncə Compal'ı göstərim. La 6631P. Google'u açırıq. Google.ru-nu mən əsasən istifadə edirəm. Yəni Rus serverlərinə daha tez yönəldir. Yazırıq La 6631P.
Gördüyünüz kimi avtomatik olaraq gəlir və boşluq buraxıram. Bura elə sxema yazıram. Latın dilində avtomatik olaraq Google mənə düzəliş verir. Gördüyünüz kimi ilk elə saytdan baxın. İlk saytdan mənə belədək anakartımızın sxemini var. Elə bu qeyd edim ki, bu smanual.com saytıdır. Bu saytda yetərincə qeyd edim ki, sxemlər boldur. Sadəcə bəzi modellər olur ki, bu saytda olmur, digər forumlardan və s. endirmək mümkündür. Növbəti platamız La B511P ilə bura yazıram. Göstərim əlində. La B511P, daha sonra P. Gördüyünüz kimi avtomatik olaraq yenə smanual.com saytına yönləndirdi. Elə buradan da sxemi endirə bilərik. Quantanı göstərim. Compal elə də çətin deyil. Quantada azca göstərdiyim kimi platformlar yazılıb. Aha. Gördüyünüz kimi 3 rəqəmi indi yazmayacağam, sadəcə yazacağam bura. Quanta R13 və axtarış verirəm. Və gördüyünüz kimi avtomatik olaraq gördüyünüz kimi Pavilion G4 və G6 modellər olaraq göstərir. Burada da hətta smanual.com rəsmi saytında da, daha doğrusu saytında da mövcuddur. Burada endirim edə bilərsiniz. Burada da eyni ilə baxın. Gördüyünüz kimi sxemimizin reviziya 1A olaraq göstərir. Qeyd edim ki, burada reviziya Y-dir, amma burada 1A göstərsə belə ehtiyac yoxdur. Yəni eyni bu platformanın sxemini bizə verir. Daha sonra Quanta burada göstərdiyim kimi gördüyünüz 2 rəqəmi saymırıq. FH5 yazaq. FH5 gördüyünüz kimi avtomatik olaraq bizə daha doğrusu baxın Fujitsu A-H531 modeldir. Gördüyünüz kimi avtomatik olaraq bizə Quanta FH5-i yönləndirdi. Yəni buradakı qeyd et az öncə göstərdiyim kimi bu uzun koda ehtiyac yoxdur. Sadəcə bu 3 rəqəm kodu yazırıq, yetərli olur. Digər kartımız isə digər kartımız hansıdır? BLD. Fokuslasın. BLD. Quanta BLD. Aha, BLDD. Elə burada göstərdiyim kimi 3 rəqəm yox, burada elə axırıncı rəqəmi yazırıq. Burada board view də var və hətta sxemi də var burada. Toshiba Satellite L750, L755. Qeyd edim ki, bu sayt testdən sonra, yəni ilk öncə qeydiyyat olunur, daha sonra test verir və testdən sonra bunu endirmək olur. Qeyd edim ki, bu platformanın sxemi düzü çətin tapılır. Yəni əsasən VIP saytlarda pullu olur. Məsələn burada pullu olmasa da burada bir belədək test verir və testdən sonra qeyd edim ki, orada test verir, bizə məlumat verir. Daha sonra bu test keçdikdən sonra oradan biz onu sxemini Quanta BLDD sxemini endirə bilərik. Bu qədər qısa da olsa izah etməyə çalışdım ki, anakartların sxemlərini nömrələrinə görə Google-da necə axtarmaq lazımdır.